Bu fotoda gördüyünüz xanım əvvəllər məhkum olunmuş Sultanova Lalə Nəriman qızıdır. İddialara görə bu xanım Gədəbəy rayonunda meşə fonduna və başqa şəxslərə məxsus pay torpağında tikinti norma və qaydalarını pozaraq sahibkarlıq məqsədi ilə tikinti işləri aparıb. Yəni həmin ərazini zəbt edib. Rayon İcra Hakimiyyəti tərəfindən dəfələrlə işlərin dayandırılması ilə bağlı xəbərdarlıq edilib, ancaq buna baxmayaraq Lalə Sultanova özbaşına tikinti işlərini davam etdirib. Elə bu səbəbdən Fövqəladə Hallar Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidmətinin və Gədəbəy rayon İcra Hakimiyyətinin həyata keçirdiyi birgə tədbirlərlə tikintinin qarşısı alınıb. Məsələ ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır. Bundan başqa, Lalə Sultanova qanunsuz əməllərini ört-basdır eləmək üçün ictimai fikri çaşdırmaq məqsədi ilə rayon İcra Hakimiyyəti başçısının adından qanunsuz istifadə edərək müxtəlif sosial şəbəkələrdə hesablar açmaqla dövlət orqanını və işçiləri təhqir edir. Heç bir hüquqi və faktiki əsası olmadan işgüzar nüfuza xələl gətirən böhtan xarakterli məlumatlar yayır. Bununla bağlı da aidiyyəti üzrə rayon prokurorluğuna və məhkəməyə müraciət olunub.